Reyzə sevərlər. Deməli 25 may 2025-ci ildə B variantının cavablarına baxacağıq. İkinci qrupun qəbul suallarıdır. Birinci sualla başlayırıq. Limit n yaxınlaşır sonsuzluğa. Kök altında 49n üstəgəl kökdə 10n bölünsün kökdə 16n. Bunu necə tapacağıq? Birincisi bilirdik ki, əgər sonsuzluğa yaxınlaşırsa, sonsuzluq böl sonsuzluq olanda hər tərəfi n-ə bölürük. Burada da bizim ifadələrimiz kökün altında deyil. Gəlin kökləri bir kökdə yazsaq. Kök altında 49n üstəgəl kökdə 10n bölünsün kök altında 16n. Artıq bunlar da kök altında 16n ilə 49n eyni dərəcədə olur. Ən böyük dərəcə n olduğu üçün hər tərəfi n-ə böləcəyik. Burada da bu n'lər gedir, geridə qalır 49 üstəgəl kök altında 10n böl n kvadratı. Digərində isə qalır 16. Bu sıfıra gedəcək, çünki 10 böl n qalacaq bu ifadədə. Sıfır olduğu üçün geridə qalır 7 böl 4. C variantı. İkinci sualı keçirik. Sinus x çıxılsın kosinus x 0 olarsa. Sinusdan kosinus nə zaman 0 olacaqdır? Təbii ki, bir-birinə bərabər olanda 0 olardı, elə deyilmi? Yəni, bizim aldığımız qiymət sinusla kosinusu eyniləşdirməlidir, yəni eyni cavab almalıdır. İndi sinusdan kosinus nə zaman bir-birinə bərabər olur? Təbii ki, 45 dərəcədə bir-birinə bərabər olacaq. Buna görə də biz deyəcəyik ki, sinus, yəni 45-dən başlayan bir cavabdır. Amma yenə də ən yaxşı metod olaraq nə edərik? Hər tərəfi kosinusa bölərik. Kosinus x, digər tərəfdə kosinus x-ə bölsək elə 0 alınır. Geridə alınır, deməli sinus bölünsün kosinus verir bizə tangensi. Tangens x çıx 1 bərabərdir 0-a. Buradan tangens x bərabərdir 1-ə. Tangens x 1-i nə zaman alır? Pi böl 4 üstəgəl pi k-da B variantı. Keçirik 3 nömrəli suala. Həcmi 729 cm kubu olan kubda tilləri AB4, AC7 olan DABS piramidası kəsilmişdir. Kubun qalan hissəsinin həcmini tapın deyir bizə. Bunu yazmaq üçün birincisi bu deməli çox üzvlərdir. Onların səthi həcmi mövzusundandır. Deməli bunu əvvəlcə nə edəcəyik? Kubun həcmi necə tapılırdı? A kubu ilə. A kubu bərabərdir 729-a. A da buradan bərabər olacaq 9-a. İndi kubda kəsilmiş DABS piramidasının oturacağın katitləri AB və AC olan düzbucaqlı üçbucaqdır, elə deyilmi? Yəni baxın bura düzbucaqlı üçbucaqdır. Və bizə AB-ni də AC-ni veribdir. 7 ilə 4-dür deyir. Deməli, AB 4-dür, bura 7-dirsə, biz nə edəcəyik? AD-nin uzunluğu da 9-dur, elə deyilmi? Burada görürük ki, bizim piramidamızın hündürlüyü 9-a bərabərdir. Və piramidanın həcmi necə tapılırdı? 3də 1 S oturacaq, vurulsun hündürlük. Buradan da bərabərdir 3də 1. S oturacağım nədir? 7 vur 4 bölü 2. Vur hündürlük. Hündürlüyüm də 9-dur. Buradan da cavab alınacaq. 6-da 4 vur 7 vur 9. Yəni 42. Kubun qalan hissəsinin həcmini istədiyi üçün 729-dan da 42-ni çıxacaq. Alınacaq 687. B variantı. Keçirik 4 nömrəli silsilə sualdır. 4 nömrədə deyir ki, bizə ədədi silsilənin ilk 10 həddinin cəmi nəyə bərabərdir? Ədəd silsilədə ilk 10 həddin cəmi 220-dir və 220-dən böyükdür. 260-dan kiçikdir. Bu silsilənin birinci həddi 7 və bütün hədlərin natural ədədlər olarsa silsilə fərqini tapın. Birincisi, S həddin cəmi hansı düsturla tapılırdı? 2A1 üstə gəlsin n-1D bölünsün 2 vurulsun n. Buradan açıq yazanda bizə nə deyir? Birinci həddi 7 və birinci həddi 7-dir deyir. Və bütün hədlərin natural ədədlər olur. Onda 7-dirsə 7-ni qoysaq, o zaman nə olacaq? 2 vur 7 üstə gəl n-1D n-1D biz də n-in yerinə neçə qoyacaq? İlk 10 həddən söhbət getdiyi üçün 10 qoyacaq. 10-1D bölünsün 2 vurulsun 10. Burada ondan bu gedir 5 qalır. Geridə də qalır 14 üstə gəl 9D vur 5. İndi şərtə əsasən deyir ki, bu 220-dən böyük 260-dan kiçikdir. Yəni nə edəcəm?
14 üstə gəl 9D vur 5-i 260 ilə 220'nin arasında qoyacağım. Buradan hər tərəfi 5'ə bölərəm 44. 14 üstə gəl 9D, digər də 52. Hər tərəfdən 14 çıxaram. Qalacaq 14'ü çıxsam 30, 9D və 52'dən 14'ü çıxanda qalır 38. Burada hər tərəf 9'a bölündə də alınacaq 4,9'da 2, digərində alınacaq 3,3'də 1. Ədədim deyir 3 ilə 4 tam arasında hansı tam ədəd var? Təbii ki 4. Deməli, cavab olacaq S ilə fərqi 4. Loqaritma sualıdır. Bərabərsizliyin ən kiçik həllini tapın. Gəlin belli. Loqaritma 3'də x kvadrat üstə gəl x plus 3 kiçikdir, bərabərdir. Loqaritma 3'də 9 yazarıq 2'nin yerinə. Loqaritmalar gedəndə x kvadrat üstə gəl x üstə gəlsin 3 kiçik bərabər 9'dan bunu da bir tərəfə keçirərəm. X kvadrat üstə gəl x minus 6 kiçikdir, bərabərdir 0'dan olacaq. Və bunun kökləri x plus 3 x minus 2'dir. İndi ən kiçik həllini tapın deyir. İnterval quracağıq. -3'ü və 2'ni qeyd edəcəyik. Hər ikisi daxildir. Arağı çəkəcəyik və müsbət, mənfi, müsbət. Bizə mənfi olan araq lazımdır. -3'dən 2'ye kimi hər ikisi daxildir. Bizə deyir ki, verilmiş bərabərsizliyin ən kiçik həllini tap. Təbii ki, ən kiçik həlli olacaq -3. Keçirik 6 nömrəli suala. Perimetri deməli. Deyir ki, perimetri 20 olan bərabər yanlı trapesiyanın yan tərəfi onun orta xəttinə bərabərdir. Trapesiyanın yan tərəfini tapın. Birincisi nə edəcəm? Bərabər yanlı trapesiya deyir, şəklini çəkəcəm. Bərabər yanlı trapesiyanın deyir ki, yan tərəfi orta xəttinə bərabərdir. Məsələn, bura A-dırsa, burada A-dır. Deməli, bu orta xəttə A-dır. O zaman, burada BS olsa, B üstə gəl S böl 2 bərabərdir A-ya. Buradan B ilə S-nin cəmi 2A-dır. Buradan da o zaman bu ikisinin cəmi 2A-dırsa, eləyir 4A bərabərdir 20'yə, A da bərabərdir 5'ə. Yan tərəfini istəyir, cavabı olacaq elə 5. Kürənin radiusu 5 dəfə artırdıqda həcmi necə olacaq? Təbii ki, kubik asılı olduğu üçün 125 dəfə artar 5'in kubu. Çünki həcm düsturu nədir? 3'də 4 pi r kubu. B kürə. Məktəb olimpiyadasında 200 oğlan və 300 qız iştirak edir. Oğlanlar bütün iştirakçının neçə faizidir? O zaman oğlanları böləcək bütün iştirakçılara vuracaq 100'ə. Bundan da bu gedir, geridə qalacaq 40. Deməli 40 faizidir. Koordinat başlanğıcından nəzərən simmetrikdir deyirsə, təbii ki, yerlərini dəyişəcək. Deməli, A-mız 2 olacaq, B-miz 3 olacaq. Yəni, hər ikisi yerini dəyişir. Təbii ki, işarələr də dəyişəcək. Yəni, nə olacaq? A -2, B -3. Cavab eləyəcək A variantı. A parametrin hansı qiymətində bərabərsizlik sisteminin yeganə həlli var? İndi uşaqlar, baxın, biri x-dan böyükdür, biri x-dan kiçikdir. O zaman avtomatik 2b kvadrat çıx 3b üstə gəl 7 kiçik olacaq. B kvadrat üstə gəl 5b çıx 9'dan. Çünki hər ikisi x-dan asılıdır axı. Burada hamısını bir tərəfə keçirəndə qalacaq b kvadratı çıx 8b üstə gəl 16 kiçikdir 0'dan. Bu da b minus 4'ün kvadratı kiçikdir. Neçə olacaq? 0'dan. B minus 4'ün kvadratı 0'dan kiçikdirsə, kiçik olamaz, amma 0'a bərabər olar. Nə zaman? B-nin 4 qiymətində. Avtomatik cavabımız olacaq 4. Keçirik 11 nömrəli suala. A və B hansı qiymətdən çox ədlin qüvvəti 8'ə bərabərdir? 8'ə 5'ə bərabərdir. 5'ə bərabər olması üçün 8 olanlar yox olmalıdır. Deməli, burada A-mız olacaq 3. Avtomatik digər variantlar çıxırıq. B-ni də gördük zaten. Və bu 6 da yoxa çıxmalıdır. Yəni, bura müsbət 2-dirsə, burada -2 olacaq. Cavab olacaq C variantı. Kompleks ədədinin hasilini istəyirsə, deməli 3 üstə gəl 0,5 ya da 2'də 1 yazaq. Elə 3 üstə gəl 2'də 1 i vurulsun 2 minus 3'də 1 i-yə. Bu da bərabərdir. Bir vurub yazacaq. Biraz səliqəsi yazsın. Gözləyin, səliqəli yazın. 3 üstə gəl 2'də 1 i 2 minus 3'də 1 i. Bu da bərabərdir. 3'ü 2'yə vuram 6 çıx i üstə gəl i çıx 6'da 1 i kvadrat. Bu da eləyir. i'lər gedir.
6 üstə gəl 6-da 1 yaranır. Mənfi 1 olduğu üçün. 6 tam 6-da 1 eləyəcək. 6-da 37. Y variantı. Bowling liqasının deməli oyunçuların nəticəsi və nəticəyi göstərən oyunçuların sayı cədvəldə verilmişdir. Verilmiş nəticələrin medianı ilə modasının fərqini tapın. Deməli, indi biz nə edəcəyik burada? Ardıcıllıqla düz sayı ədədləri. Deməli, mənə deyir ki, 125-dən 2 dənə var, 130-dan 4 dənə. Belə yazıram. Deməli, 125-dən 2 dənə var. 125, 125. 130-dan 4 dənə var. 135-dən 2 dənə var. 140-dan 1 dənə var. 145-dən 2 dənə var. 3 dənə var. Bir də 150-dən 2 dənə var. Moda median. Median ən çox təkrarlananda, ən çox təkrarlanan burada 130-dur. Daha doğrusu moda. Median da yuxarıdan aşağıya doğru çıxa gəlirik. 145, 130, 145, 130, 145, 130, 140, 130 və geridə qalır 135-dən 2 dənə. 135-ləri cəmləyib bölürük 2-yə. Eləyəcək yenə 135. Bu ikisinin bir-birindən fərqini istəyir. 135-dən 130 çıxanda cavab qalır 5. Funksiyanın qiymətlər çoxluğunu tapın deyir. 9 sinus x. Sinus nə alır? Ən aşağı mənfi 1, ən yuxarı 1. Yerinə qoysaq 9 üstü mənfi 1 eləyir 9-da 1. 9 üstü 1 də eləyir 9. Deməli cavab olacaq 9-da 1 ilə 9A variantı. Tənliyi həll edin. Baxın uşaqlar, bu kvadratdır, bu moduldur. Hər ikisi müsbətdir. Müsbət cəm nə zaman 0 olar? Ayrı-ayrılıqda 0 olarsa. Bunu da onda köklərini tapaq da. Bunun kökü 2 ilə 3-dür. Biri mənfidir, mənfi 3. Bunun da kökü 3 ilə 1-dir. Amma mənfi 3 ilə mənfi 1-dir. Cəmi mənfi 4 eləyir, müsbət yazdım. Çünki və hər ikisinin ortaq kökü nə oldu? Mənfi 3. Deməli cavab A variantıdır. Keçirik növbəti suala. 16-cı sual. Tənliklər sistemində x, y hasilini istəyir. Bunu yazmaq üçün x-in yerinə y qoyub da yaza bilərik. Yəni bu tip sualları. Başqa nə etmək olar? Və yaxud da yuxarıdakını x minus y formatına salmaq olar. Bunun üçün nə edərəm? X kvadratı çıx 2xy üstə gəl y kvadratı çıx 4xy bərabərdir mənfi 47-yə. Buradan bu nə verir? X minus y-ın mötərizə kvadratı çıx 4xy bərabərdir mənfi 47-yə. Buradan x, y-ın yerinə 1 qoyanda 1 çıx 4xy bərabərdir mənfi 47-yə. Mənfi 4xy bərabərdir mənfi 48-ə. X, y də bərabərdir müsbət 12-yə. Bu cavab harda var? 12 cavabı. Yəqin ki, bu B variantı 12 olacaq bir ehtimal. Yəni cavab 12-dir. Keçək 17 nömrə suala. Funksiyanın artma arağını tapın. Artma arağı nə idi? x0 müsbət sonsuzluq olarsa, əgər a sıfırdan böyüksə, x0 müsbət sonsuzluq artmanı göstərirdi. Əgər a sıfırdan kiçikdirsə, mənfi sonsuzluq x0 olmalı idi. İndi burada a-mız sıfırdan böyük olduğu üçün avtomatik mənfi sonsuzluq olanları çıxdıq. Və geridə qalan bunu da çıxırıq. Çünki mütləq işarə daxil olmalıdır. Və buradan x0-ı tapaq. Mənfi b böl 2a yerinə qoysaq 2 böl 2 eləyəcək 1. 1 müsbət sonsuzluq C variantı. Paralleloqram hündürlükləri 6 kökdə 3 olarsa, onun arasında büzək atmış paralleloqram sahəsini tapın. Paralleloqramı çəkərəm. Hündürlüklərini qeyd eləyərəm. Aralarında büzək 60-dır. Bura 90-dır. Bura 90-dır. Onda burada 120-dir. Bura 120-dirsə, burada 60-dır. İndi bir hündürlük 8-dir. 60-ın qabağındakı 8-dir. Paralleloqram sahəsini istəyir bizdən. Digər də nədir? 6 kökdə 3. İndi baxın bura.
60'ın qabağında 6 kötüyüşdürsə, bura 30-da. 30'un qabağında neçə olur? 10 kötüyüşsüz forması, yəni 6. Və 90'ın qabağında neçə olacaq? 12 misli, yəni 12. Avtomatik aşağı 12-dir. Və onun hündürlüyü də 8-dir. Eləyəcək neçə? 96 B variantı. 19 nömrəli suala ABC müxtəlif tərəfli üçbucaqdır deyir. Və üçbucağın tərəfləri verilib, iki tərəfi. Bura deyir 5'dir, bura 12'dir. Üçüncü tərəfin ala biləcəyi qiymətləri tapın. Biz bilirdik ki, körbucaqlı üçbucaqdan söhbət gedirsə, o zaman qayda nə olmalıdır? Kökətdə kvadratları cəmindən nə olur? Kiçik olur. Normal fərqindənsə böyük olur. Bu da eləyəcək neçə? 7 ilə 13. Müxtəlif tərəfli dediyi üçün 5'i və 12 cavabını götürənməliyik. İndi burada ən aşağı neçə var? 11, 10, 9, 8, 4 dənə hal var D variantı. 7 rəqəmli ədədin rəqəmlərinin yerini dəyişməklə 6 rəqəmlə başlayan neçə müxtəlif 7 rəqəmli ədəd yazmaq olar? 1, 2, 3, 4, 5, 6, 7. Müxtəlif 7 rəqəmli ədəd düzəltməliyik. Ədədlərim 2, 5, 5, 7, 7, 7 və 6-dır. Deməli, baxırıq ki, bu 7 rəqəmli ədəddə neçə dənə 2 dənə 5 var, 3 dənə 7 var. 6 rəqəmi əvvəldən gələrsə, digər rəqəmlərin yer dəyişməsi 6 faktor olacaq, elə deyil. Yəni, burada məsələn 6 burada olsa, digərləri neçə dəfə istifadə olunacaq? Yəni, 6, 5, 4, 3, 2, 1 bu formada. Deməli, 6 faktor belə yazacağım. İndi, neynəyəcək? Lakin təkrar rəqəmləri istifadə edirik axı və permütasiya yerdəyişmənin xassəsini burada tətbiq eləsək biz düzdüşlərin sayına görə. Deməli, 5-dən 2 dənə, 3-dən 1 dənə yerini dəyişirik deyə bunları da yerinə qoyacaq. Cavab alması neçə? 6 vur, 5 vur, 4 vur, 3 faktor böl, 2 və 3 faktor. 3 faktorlar gedəcək, bundan da bu gedəcək. Geridə qalacaq 60. Cavab A variantı. 21. Müstəvidən 8 desimetr məsafədə olan nöqtədən müstəviyə uzunluğu 16 olan mail çəkilmişdir. Perpendikulyarın mail üzərində proyeksiyasını tapın. Deməli, 8 desimetr məsafədə olan müstəviyə uzunluğu 16 olan mail çəkilmişdir. Perpendikulyarın mail üzərində proyeksiyasını tapın deyir. Yəni, bizdən bilirsiniz nə istəyir? Bu, belə çəkilib, bu xətt istəyir. Əslində, bir növ hündürlüyü istəyir də, belə deyə bilərik, elə deyil. İndi, bura baxırıq, bu 16'ın yarısısı bura 30'dur. Onda bura 90, bura 60'dır. İndi, burada yenə 60, 90, burada 30'dur. 90 qabağında 8'si, 30'un qabağında onun yarısı, yəni 4'dür. Bura 4'dürsə, bura 12'dir. Bizdən elə istəyir, DB-ni istəyir. Avtomatik tapdıq, yəni bu proyeksiyası budur. Yəni bu xəttin perpendikulyar mail üzərindəki proyeksiyasını istədiyi üçün, yəni DB-ni istəyir. Həmən o endirilmiş DB perpendikulyarının uzunluğu, yəni proyeksiyasının uzunluğu 4'ə bərabər deyəcək C variantı. Yəni belə deyək də, müstəviyə endirilmiş BC perpendikulyarının uzunluğunu biz, məsəl üçün, buranı BC adlandırdıq və 8 qəbul elədik. Və deyirik ki, BA mailinin uzunluğu 16 olduğundan biz nə edəcək? Deyəcək ki, burada 30 dərəcəli bucaq qarşısındakı katet, bunu az öncə izah elədiyim şeylər yarandı. Və biz iki üsuldan istifadə eləyə bilərik əslində. Yəni, qaydalarda da zaten görsəz, iki tipdə yazmaq olar. Yəni, sırf bu qayda ilə yox. DB-ni tapmaq üçün biz BC-nin yarısını götürə bilərik. Çünki 30 dərəcə 90'ın yarısıdır qaydasının avtomatik cavabı almış olacaq. Və bir də 2 dənə oxşar üçbucaq qaydasından getsəz, yenə eyni cavab alasınız. 22 nömrəli sualda vektoriyalar verilmiş K-nın hansı qiymətində vektorun uzunluğu 17'yə bərabərdir deyir. Öncə 3'ə vuraq. 3'ə vursaq alınacaq. A-nı 3'ə vuranda 15, 3K minus 6. Üstə gəl B-ni vursaq. 2, A, K imiş, 3K və mənfi 6.
2, 15 və 6. Cəmləyək. 15 ilə 2-ni cəmləyək. 17. 3K-nı 15-i cəmləyək. -6 ilə 6-nı cəmləyək. 0. Deməli, bax, burada 0 olmalıdır ki, bulan kökətdə kvadratları cəmi ayrı-ayrıqda toplayanda cavab 17 olsun da. Ona görə də 3K üstə gəl 15 bərabər 0-a, K da buradan bərabərdir -5-ə. Bərabərsizliyini həll edin deyir. İntegral A-dan 3-ə dx bölü x bərabərdir 3 ln 2-yə. Buradan deyəcəyik ki, nədir bu? 1 bölü x nədir? Ln x-da. Ln x və təbii ki x moduldadır. Bir dəfə A qoyacaq, bir dəfə 3. Bərabər olacaq 3 ln 2-yə. Bir dəfə A qoysaq, eləyir ln A çıx, ln 3 bərabərdir 3 ln 2-yə. Bu da çıxma bölmə deməkdir. Ln A bölü 3 bərabərdir. 3-ü də qaldırsaq ln 2 üstü 3-ə. Buradan lnlər getsə A bölü 3 bərabərdir 2-nin kubu 8-ə, A da bərabərdir 24-ə. Cavab 24 eləyəcək. 24 nömrəli sualda ifadənin qiymətini tapın deyir. Bəs burada nə eləyəcək? Birincisi, sinusu kosinusdan və yaxud da sinusdan əvəz eləyə bilərik, elə deyil. Yəni, burada biz nə eləyərik? Kök altındakı ifadədə, uşaqlar, nə görürük? Kosinus 65-i sinusa çevirsək. Sinus neçə deməkdir bu? 25 deməkdir. O zaman kök altında 6, kosinus 25 vur, sinus 25 böl, kosinus 40. Üstə gəl 1. Vur 3 kök altında 3 çıx 1. Çıx 1. Bərabərdir. Bu bizə nəyi verir? Kök altda 2 vur 3 kimi ayırsam, burada alınır 2 kosinus alfa sinus alfa verir bizə 3 sinus 50-ni. Böl kosinus 40 da elə sinus 50 deməkdir axı. Üstə gəl 1. Aha, bu da bərabərdir. Sinus 50 sinus 50 ilə gedir, qalır kökdə 3 üstə gəl 1. Digər tərəfdən nə qalır bəs? 3 bu arada deyəsən mürtəzən kənardadır, mən içəridə yazmışdım. Qalır vur 3, vur kökdə 3 minus 1. İndi bax, kökdə 3 minus 1 ilə plus 1 bizə vurulub alınır 3 minus 1-i verir. Vur, qıraqda da 3-ü var. Yəni 2 vur 3 eləyir 6. M-in hansı ən kiçik qiymətində parabolun təpə nöqtəsi birinci rübdə yerləşir? Birinci rübdə yerləşməsi üçün təpə nöqtə. Deməli, bunun x0-ı da müsbət olmalıdır, y0-ı da müsbət olmalıdır. Elə deyil. İndi bizim x0-ımız da, y0-ımız da müsbət olsun deyə nə edəcək? Mənfi b bölü 2a-dır 1-i. 1-i də nədir? 4ac minus b kvadratı bölü 4a. Hər ikisini 0-dan böyük götürsəm, mənfi b bölü 2a böyükdür 0-dan. Bu zaman və aşağıdakı 4ac minus b kvadratı bölü 4a da böyükdür 0-dan. Yerinə gətirib verilənlər qoysaq, mənfi 2 vur m minus 5 bölü 2 böyükdür 0-dan. Bunu işləyərəm. 2-lər gedər. Mənfi işarəni dəyişəcək. M minus 5 kiçikdir 0-dan, M də kiçikdir 5-dən. İkincini işləyərəm. 4 vur 1 vur M kvadratı çıx. 2 vur M minus 5-in kvadratı böl 4. Bölünür kiçikdir 0-dan. Daha doğrusu böyükdür 0-dan. Müsbət olmalıdır. 4-lər gedəmir. Əslində vurub açanda gedir, amma yenə də. 4m kvadratı çıx. 4 m minus 5-in kvadratı. Böyükdür 0-dan böl 4. Burada indi 4-lər geçsə qalır m kvadratı çıx m kvadratı. Üstə gəl 10m çıx 25 böyükdür 0-dan. Bunlar da getdi, qalır 10m böyükdür 25-dən, m də kiçikdir 2,5-dən. O üzr istəyirmək böyükdür. M 2,5-dən də böyükdür, 5-dən kiçikdir. Deməli, hansı ədədlər var burada? M-in hansı ən kiçik qiyməti dediyi üçün 2,5 ilə 5 arası ən kiçik ədəd 3-dür. Cavabı 3 eləyəcək. 26 nömrəli sualda çevrə sualıdır. Nə deyir baxaq?
Deyir ki, qövslər verilib. AB qövsü 12x-dir. BC 8x-dir. CD 2x-dir. Digər də 3x-dir. Hamısını necəm? Cəmləyib. Bərabərləyəcəm 360-a. Buradan x bərabər olur. Neçəyə? 12 üstə gəl 2. 14. Üstə gəl 3. 15. Üstə gəl 8. 25. Deməli 360-ı böləcəm 25-ə. X də bərabər olacaq 72 böl 5-ə. Elə burada saxlayaq. Görə bizdən nə istəyir? B, A, Y, B 3 bucağın dərəcə ölçüsünü tapın. Bucağını, ya buranı istəyir. Bura necə tapılır? 12x çıx 2x böl 2 bərabərdir. 10x böl 2, yəni 5x. Bizdən 5x istəyir. Gətirib yerinə qoyunda 5 vur 72 böl 5. 5-lər gedir, qalır geridə cavab 72. Uyğun tərəfləri paralel olan alfa, beta bucaqları üçün uyğunluğu müəyyən edin. Baxın, uyğun tərəfləri paralel olan sözü varsa, ya onlar bir-birinə əslində bərabər olmalıdır, ya da cəmləri nə olmalıdır? 180 olmalıdır da. İndi biz burada nə edəcəyik? Cəmlərini 180 bərabərləyib işləyəcəyik. 2 alfa üstə gəl 3. Bax, buna deyək ki, alfa 2K-dır, beta 3K-dır. Bax, birincini yazıram. Birinci. Alfa böl beta bərabərdir 2K, 3K adlandırsaq. Onda nə deyəcək? Alfa üstə gəl beta bərabərdir 5K-ya, yəni 180-ə. K da buradan bərabərdir 36-ya. Deməli, alfa olacaq 72, beta olacaq 108. O zaman bunların fərqi 108 çıx 72 eləyir 36. Biri uyğun gəldi B variantı. İkincini işləyirəm. 5K üstə gəl 4K bərabərdir 180-ə. 9K 180-dir. K da bərabərdir 20-yə. O zaman 5K çıx 4K, yəni K-nı istəyir. K olacaq 20. Böyüyü neçə olacaq? Gətirib yerinə qoysam. 5 vur 20, 100. 5 vur 4 vur 20, 80. Kiçiyi deməli 80-dir. D variantı uyğun gəlir. Üçüncü alfa 3 betaya bərabərdir. O zaman eləyir 4 beta bərabərdir 180-ə, beta bərabərdir 45-ə, alfa da bərabərdir 135-ə. Böyüyü 135-dir Y variantı, fərqi də 90 olacağında A variantı. 1B, 2D, 1B, 2D, 3A'yı. Keçirək indi situasiyaya. Sandığın qapağı hissəsi yarım silindir, aşağı hissəsi isə eni 0,6, uzunluğu 1, hündürlüyü 8, 0,8 metr olan düzbucaqlı paralellepiped formasındadır. Sandığı hər birinin kütləsi eyni olan 10 əşya qoyularsa, sandığın kütləsi 24 olur. Sandığın hər birinin kütləsi birinci dəfə qoyulan əşyaların birinin kütləsinə 20% çox olan 15 eyni kütləli əşya qoyduqdaysa, onun kütləsi 30 olur. Sandığın qapağının açılması üçün 4 rəqəmli parol təyin edildi. Necə daha bilməyiblər ki, sandığı qəlizləşdirsinlər. Baxaq. İndi birinci situasiya ilə başlayırıq. Deyir ki, sandığın həcmini tapın. Həcmi tapmaq üçün bizdə iki şey var. Birincisi, en uzunluq hamısı verilib elə. Silindirdir, yarım çevrə, sandığın yarım çevrədir də, daha doğrusu yarım silindirdir. Deməli, 28 nömrəli sualı yazırıq. Birincisi, aşağı hissəsini tapsaq, ABC-dir aşağı hissəsi. Və bu da eləyir 0,6 vur 0,8 vur 1, yəni 0,48 metr kvadratı. Bizdən artıq demirdə neysə çevir, ona görə belə saxlayırıq. İkincisi, yarım silindirin tapsaq, yarım silindir 2də 1 pi r kvadratı h-dır, elə deyil. Buradan 2də 1 pi-mizi 3 verib. Radiusumuz nəyə bərabərdir baba? 0,3-ə. 0,3-ün kvadratı vur. Hündürlüyümüz nədir bəs? 1-dir. Bərabərdir. Bu da eləyəcək neçə? 0,135 metr kvadratı. Çünki eləyir 0,9 vur 3 böl 2. Bu şəkildə. Sonra
Bunların bizdən cəmini istəyir də, ümumi şeyini istəyir. 0,48 üstə gəl 0,135, bu da eləcək 0,615 metr kvadrat. Bizə başqa bir vahidə çevirmə sözü olmadığı üçün artıq çevirmirik heç nəyə. Boş sandığın kütləsini istəyir bizdən ikinci sualda. Birincisi nə demişdi? Sandığa hər birinin kütləsi eyni olan 10 əşya qoyularsa sandığın kütləsi 24 olur. İndi bax, sandığın kütləsi x-dir və 10 dənə əşyanın da kütləsi y olsa bunları cəmi 24 olur. Dedik ki 15 dənə eyni əşya qoyulsa kütlə 30 olacaq. Amma nə deyir? Sandığa hər birinin kütləsi birinci dəfə qoyulan əşyaların birinin kütləsindən 20% çox olan. İndi birinci qoyulan nə idi? 10 y idi də, yəni y idi. Y-dan 20% çoxdursa nədir? 1,2 y olacaq da, yəni x üstə gəl 15 vur 1,2 y bərabərdir 30-a. Vur başsa ya da tərəf-tərəfə çıxaq yuxarıya doğru. Olacaq neçə? X-dan x gedir 0. 15-i 1,2 vuranda 18 eləyir. 18-dən 10 çıxanda 8 y bərabərdir 6-ya. Y da bərabərdir buradan 4-də 3-ə. Bu y. X-i tapmaq üçün x üstə gəl 10 vur 4-də 3 bərabərdir 24-ə. X də bərabərdir 7,5 24-ə bərabərdir. X də bərabərdir 24 çıx 7,5 eləyəcək 16,5. 30 nömrəli suala keçək. Parol məsələsi. Deyir, parol təyin edilibdir. Deyir, sandığın qapağının açılması üçün təyin edilmiş parolun nömrələrinin müxtəlif olması hadisəsinin ehtimalını tapın. Bunun üçün nə edəcək? 4 olduğu üçün, 4 rəqəmli olduğu üçün seçmə üsulundan istifadə edərik. Bu da eləyəcək nə? Permütasiya 10-dan 4 bərabərdir. 10 vur 9 vur 8 vur 7. Bu ədədlərə bərabər olasıdır. Çünki niyə? Sandığın qapağının açılması üçün 4 rəqəmli kod var deyir. Və biz deyirik ki, belə deyək də, bir rəqəmi biz 10 dəfə istifadə edə bilərik də, elə deyil hər bir rəqəmi. Ona görə də bax, mənim 4 rəqəmli kodum var. Onun da birinci yerdə qoyaram. Məsəl üçün 10 dənə 0-dan 9-a kimi bütün ədədləri birinci xanda qoyaram. İndi birini qoydumsa müxtəlif dediyi üçün. Artıq 10 dənədən 9-u qalır. Sonra 8-i, sonra 7-si qalır. Bax, belə bir üsul var. Bunlar bir-birinə bərabərləsə indi necə eləyəcək? 10 faktor böl 4 faktor və onların fərqi. Deyir 10 vur 9 vur 8 vur 7 vur 6 faktor. 6 faktorla gedir. 24 ilə də bu getdi. 3 qalır. Bundan getdi. Geridə qaldı neçə? 10 vur 3 vur 7. Bunu da vuranda eləyir 210. Bunu tapdıq. Üzr istəyirəm, mən təmiz səhv getdim. Mən normalda 10 üstü 4, yəni 10.000 ehtimalım var. Çünki mən əgər hər rəqəmi 10 dəfə istifadə etmə haqqım var da, əgər məsəl üçün 4, 4, 4, 1, 1, 1, 2, 2, 2 bunları da qoya bilərsiniz. Yəni 10.000 ehtimalım var mənim. Amma müxtəlif sözü üçün bayaq dedik axı, birinci 10, sonra 9, 8, 7 get-gedə azalır. Ehtimal dediyi üçün nə edirik? Mümkün halları, daha doğrusu əlverişli halları, bütün halları bölürdük. Yəni 10 vur 9 vur 8 vur 7-ni böləcəm 10.000-ə. Sıfırın biri birindən gedir. Geridə qalan ədədlərdə bununla bu gedəcək, 1000-ə bölünəcək, 125 qalacaq. 9-da 7-yə vuranda 63. 125-də 63 ehtimal var.
Vəssalam, bu qədər asandır. Yəni bayaq permutasiya zad metoduna görəndə çaşırıq. Belə uşaqlar rəy bölməsindən yazın. Kimlər necə yazdı, imtahan sizin üçün necə idi? Ümumi belə baxanda əvvəlkilərə baxmış biraz daha sadə düşmüşdü deyə bilərik. İnşallah ikinci cəhd imtahanınız da sadə düşər. Abunə olmağı unutmayın.